Şair deyir, mərhəmət duyğusu səndə yoxdursa, tutduğun orucun nə mənası var? Süfrəndə yoxsula yerin yoxdursa, bir ay az qalmağın nə mənası var? Tərəzin çəkidə əyri çəkirsə, dilin zəhər kimi qəlb incidirsə, əlin rüşvət alıb rüşvət verirsə, qıldığın o namazın nə mənası var? Haram pulları ilə villa tikənlər, yetimin haqqını bölüb yeyənlər, şər atıb birini bədbəxt edənlər, o həccə getməyin nə mənası var? Əməldə, namazda, orucda asandır qardaş, vicdanlı olmaqsa çətindir qardaş, əsl insan olmaq lazımdır qardaş, əməlsiz Quranın nə mənası var? Bəziləri üçün namaz bir gimnastikaya, oruc isə bir pəhrizə bənzəyir. İkiyüzlülük, qeybət, arxaca iş görmək, kimsənin ayağının altını qazmaq, amma üzünə şərəfsizcəsinə gülmək onlar üçün boş yerə bir şeydir. Din ancaq namazla və tutduğu orucla bitir. Onları da Allah bilir necə icra edir. Ona görə də Allah Rəsulü sallallahu aleyhi və səlləm buyurur ki, Allah sizi zahirinizə görə yox, daxilinizə görə tərəziyə çəkəcəkdir. Zahirdə bir çoxlarımız Şeyxül İslamıq, amma əmələ gəldikdə isə özlərimiz bəyənmədiyimizlərdən də isə aşağıyıq. Özümüzə müsəlmana da qoymuşuq, amma özümüzü bir tərəziyə əməli salih olan əsl müsəlmanlarla qoymaq özü böyük bir yanlışlıqdır. Allah bizi islah etsin.